Mənim də əldə etdiyim son belə məlumatlar var. İndi birazdan onu da yəni sizin diqqətinizə çatdıracağam. Xüsusilə bu xəbərlər xüsusilə Türkiyədən mənə ötürülən xəbərlərdir. Santuşla bağlı, yəni çox peşman olduğu deyilir. Öz yaxın ətrafına, yəni mən niyə bu Azərbaycan yığmasına baş məşqçi təyin olundum, belə suallarını ünvanlayır. Yaxşı maaş var, pul hər şey qaydasındadır, amma uzun illər məşqçilik karyeramın üzərindən qalın çarpaz xətt çəkmişəm sanki. Yəni bu uğursuz, bu oyunçu qrupu ilə mən heç də uzağa gedə bilməyəcəm. Daha da illər öncə qazandığım məşqçilikdə hörməti, izzəti Azərbaycan milli komandasının baş məşqçi postunda yəni yavaş-yavaş əridəcəm, yəni itirəcəm. Yəni bu kimi iddialı fikirlər səsləndirir. Elə Nicat, zəhmət olmasa o titri də sən təqdim elə. Hansı ki, Santuşla bağlı müəyyən belə məlumatlar əldə etdiyimiz fonda, yəni bunu tam əminliklə diqqətinizə çatdırmaq istəyirəm və Macarıstanla, əziz dostlar, Macarıstanla məğlubiyyətdən sonra, Macarıstan əgər məğlub olarıqsa, Santuşla yolların ayrılma ehtimalı 80%'dir. Bununla bağlı təbii ki, İcra Komitəsi bilirsiniz, qərar qəbul edir. AFFA rəhbərliyi tərəfindən bu İcra Komitəsinə tövsiyə ediləcək və növbədənkənar iclas çağırmaqla Fernando Santuşla yolların ayrılması gündəmdədir. Bəli, səhv eşitmədiniz. Növbəti dəfə təkrar edirəm. Fernando Santuşla bağlı AFFA rəhbərliyinin etirazları var. Heç də razı deyirlər oynanılan futboldan. Nəsə bir işıq ucu görmürlər. Yəni necə deyərlər, bu perspektivdə bir ümid yoxdur. O ümidlər, mən deyərdim ki, yəni heç maçlar oynanılmadan belə artıq nəticə hər kəsə bəllidir. Əsas məsələ nədir? Oyun yoxdur, futbol yoxdur. Təbii ki, bu oyuncu qrupu ilə yəni özü də deyir ki, bu oyuncu qrupu ilə mən nə edə bilərəm, amma bu oyuncu qrupu ilə ən azından yerli futbolçularla, yəni Qurban Qurbanovun, Rəşad Sadıqovun nələr etdiyi hər kəsə bəllidir.